Əvvəllər mən nələr üçünsə həmişə narahat olurdum. Ayda birdən filan işi yaxşı eləyə bilmərəm, birdən filan işə pul qoyaram amma sonra batar, birdən filan iş görüşməsinə gedəndə yaxşı sonlandıra bilmərəm. Nə bilim, birdən filan kəsə zəng eləyərəm, mənə pis cavab verər, birdən yaxınım çöldə olanda maşından ehtiyatlı olmaz, pis hadisə baş verər, birdən o gün filan kəsə verdiyim borcu qaytarmaz və s. və ilaxır. Amma artıq çox uzun müddətdir ki, mən demək olar ki, heç nə üçün narahat olmuram. Soyuqqanlı davranıram və öz hisslərimi yaxşı idarə edə bilirəm. Mənim indi bu cür olmağım üçün bir çox oxuduğum və mütaliə elədiyim kitablar mənə çox kömək olub. Onların arasından ən vaciblərindən biri də Dale Carnegie'nin Narahatlıqlara necə son qoymalı və həyatı yaşamalı kitabı olub. İlk öncə onu qeyd edeyim ki, mən narahatçılıq deyəndə xəstəlik və s. kimi fiziki narahatçılıqları yox, psixoloji narahatçılıqları nəzərdə tuturam. Heç fikir vermisiniz? Bizim narahat olduğumuz şeylər istisnasız olaraq bütün hallarda ya gələcək ya da keçmişlə bağlı olur. Hətta hal-hazırda xəstəyiksə belə, həmin andakı psixoloji narahatçılığımız birdən daha da pisləşərəm, birdən ölərəm, birdən belə olar, birdən elə olar və s. kimi şeylərdir. Yəni gələcəklə bağlıdır. Ya da ki, narahatçılığınız keçmişlə, yəni əsasən peşmançılıqla bağlı ola bilər. Məsələn, kaş ki filan şey eləməzdim, kaş ki valideynim və ya qohumum indi yaşayardı və burada olardı, kaş ki sevdiyimdən ayrılmazdım və s. kimi. Keçmiş və gələcək ilə deyil, yalnız indi ilə yaşamaq vərdişini özümüzə necə öyrətməli ilə bağlı növbəti videoların birində başqa bir kitab haqqında danışdıqda daha ətraflı danışacağım. İndi isə Dale Carnegie'nin narahatçılıqlarımızdan necə uzaq olmamızla bağlı bizim üçün qoyub getdiyi qızıl məsləhətlər barədə danışacağım. Carnegie deyir ki, narahat olduğumuz şeylərin baş verə biləcək ən pis nəticəsi əslində əksər hallarda heç də o qədər də pis deyil və sizin həyatınızı darmadağın etmək gücündə deyil. Bunun üçün də istənilən narahatçılıq bizi yaşamağa qoymursa, biz onunla bağlı özümüzə belə bir sual verməliyik. Baş verə biləcək ən pis şey nə ola bilər? Ən pis şey. Bu suala cavab verməklə biz əslində beynimizdəki narahatçılığın ən pis nəticəsini aydınlaşdırmış oluruq və onu qəbul etmiş oluruq. Qəbul etməklə də biz çox zaman fərqinə varırıq ki, əslində onun nəticəsində biz ölməyəcəyik və həyatımız davam edəcək. Bu faktı qəbul etməklə biz daha rahat yanaşmağa başlayırıq gözlənilən hadisələrə. Məsələn, bəlkə də bir çoxları xatırlayar, vaxtilə mən və iki ayrı şəxs Bakıda ilk dəfə olaraq Türk yeməyi olan balıq ekmək restoranı açmışdıq və bir il ərzində onu şəbəkəyə çevirib 4 fərqli yerdə şöbəmizi açmışdıq. Bilirsiniz ki, Azərbaycanda yayda balıq yeməzlər anlayışı var və mən üzüyəyə getdikcə dəhşət narahatlıq içində idim. Ki, ayda yay gəlir, 4 restorandır, bunun kirayələri var, hardasa 20 nəfərə yaxın işçilərin maaşı var, müxtəlif digər xərclər var və s. Ayda heç kim balıq yeməyəcək, biz neyniyəcəyik? İnanın gecələr yata bilmirdim. Heç kimlə normal gülüb danışa bilmirdim. Hər günün mənim əleyhimə işlədiyini düşünürdüm. Beləcə vaxt gəldi, yay oldu, həqiqətən də əvvəlki aylara nisbətən xeyli az gəlir oldu, amma nəticədə nə mən öldüm, nə də ki biznes dağıldı. Çox az miqdarda ziyanla bitirmiş olduq yay fəslini. Sonradan o biznes onsuz da tamamilə şəxsi səbəblərdən bağlanmış oldu və mən indi tamamilə başqa ölkədə, tamamilə fərqli işlərlə məşğulam. Yəni ki, nəticədə mənim bu qədər narahatlığıma dəyirdimi? Təbii ki, yox. Mən bu kitabı oxuyanda özümə dedim ki, kəş ki mən bu kitabı daha əvvəl oxuyardım və bir çox narahatçılıqlarımın əslində nə qədər mənasız olduğunu başa düşərdim. İndi təsəvvür edirəm ki, vaxtilə mən özümə təkcə bir dənə sual versəydim ki, Fuad, fikirləş, ən pis şey nə ola bilər? Onda mən cavab olaraq fikirləşəcəkdim ki, ən pis şey 4 ay ərzində bir dənə də satış olmaya bilər ki, bu mümkün deyil və absurd bir şeydir. Hətta bu halda belə maksimum yaydan əvvəlki qazancla həmin 4 ayın kəsirlərini bağlayıb özümüz qazancsız qalmış olacaqdıq. Ya da ki, ən pis halda kimdənsə və ya hardansa əlavə pul tapıb 4 ayı bitirəcəkdik, sonra da həmin pulu geri qaytaracaqdıq. Yəni bu qədər. Bundan başqa heç nə. Allah bilir ömrümdən nə qədər azalıb həmin bir neçə ayda keçirdiyim stres nəticəsində. O qədər insanlar tanıyıram, elə xırda şeylərə görə elə böyük streslər keçirirlər ki, fikirləşmirlər ki, sadəcə sağlamlıqlarını itirirlər bununla.
Gün ərzində o qədər şeylər üçün narahatçılıqlar keçiririk ki biz. Televizor xarab olur, əsəbləşirik. Kompüter xarab olur, stres çəkirik ki, kompütersuz mən filan işi necə görəcəm. Paltaryan maşın xarab olur, özümüzdən çıxırıq. Kimsə evə girəndə ayaqqabı ilə xalçanı tapdalayır deyə dəliyə dönürük və s. və ilə axır. Halbuki nəzər salsaq, güya ki biz bir neçə gün televizorsuz yaşaya bilmərik və onu kompüterlə əvəz edə bilmərik. Deyək ki, paltaryan maşın xarab olur. Valideynlərimizin ömür boyu elədiyi kimi o paltaryan maşın düzələnə qədər əllə yuya bilmərikmi? Bilərik. Nəzərə alın ki, hər belə xırda narahatçılığa görə siz ömrünüzdən azaldırsınız. Özünüzə sual verin. Hansısa əşyanız xarab olanda kimsə gəlib sizə sual versə ki, sənə həmin əşyadan 5 dənəsini hədiyyə eləyirəm, sən də ömründən 6 ay mənə hədiyyə elə. Eləyərsiniz? Hər halda eləməzsiniz. Ona görə də həmişə fikirləşməliyik ki, o narahat olub stres çəkdiyimiz şeylərin dəyəri bizim ömrümüzdən və sağlamlığımızdan artıqdırmı? Hər halda 99% hallarda bu sualın cavabı əlbəttə ki, yox olacaq. Beləliklə, hər hansı narahatçılıq keçirdikdə özünüzə eləyəcəyiniz ən güclü yaxşılıqlardan biri özünüzə ən pis şey nə ola bilər sualını verməkdir. Bu sualın cavabı nədirsə, onu öz beyninizdə qəbul eləyib, sanki o artıq baş vermiş kimi hərəkət eləsəz, bütün narahatçılıqlarınızdan uzaq ola bilərsiniz. Yox, əgər narahatçılığınız keçmişlə bağlıdırsa, onda bunu qəbul eləyin ki, keçmiş sözü boş yerə belə adlandırılmır. Belə adlanmağının səbəbi odur ki, o hadisə artıq keçib. Onu istəsəz də dəyişə bilməzsiniz və buna görə narahat olmağımız sadəcə məntiqsizdir. Carnegie'nin ikinci vacib məsləhəti odur ki, kiməsə hansısa yaxşılıq elədikdə heç vaxt onun qarşılığında təşəkkür gözləməyin. Yaxşılıq elədikdə əvvəlcədən elə düşünün ki, bunu təmənnasız eləyirsiniz. Yəni, təşəkkür eləsə də sağ olsun, eləməsə də. Çünki əks halda kimlərsə sizin yaxşılığınız nəticəsində sizin üzünüzə ağ olanda, siz əsəbinizdən gecələri yata bilməyəcəksiniz. Məsələn, mən hal-hazırda bu videoları hazırlamaqla bir çox insana yaxşılıq eləmiş oluram. Bilirəm ki, bunun nəticəsində kimlərsə həyatlarında və psixologiyalarında köklü dəyişikliklər eləyə bilərlər və həyatlarını pozitiv şəkildə dəyişə bilərlər. Amma mən əvvəlcədən beynimdə tutmuşam ki, bunu mən təmənnasız eləyirəm və bunun qarşılığında heç bir təşəkkür də gözləmirəm. Əlbəttə ki, bunlara baxan insanların yazıb təşəkkür eləməsi və bunu dəyərləndirməsi mənə çox yaxşı təsir eləyir və məni xoşbəxt eləyir. Amma bunu başladığım gündən mən qəbul eləmişəm ki, hətta bu videolar heç kimin vecinə olmasa da, hətta bunun qarşılığında məni tənqid də eləsələr vecimə olmayacaq. Çünki onsuz da kimisə mənə təşəkkür eləməsini elə ilk gündən gözləmirəm. Yəni, eləsələr də olar, eləməsələr də. Və ya deyək ki, kiminsə çox çətin vəziyyətində siz ona ya maddi, ya da mənəvi dəstək olmuşsunuz və onun o vəziyyətindən çıxmasına çox kömək eləmişsiniz. Əgər bunun qarşılığında siz nəsə gözləsəz, o zaman sabah sizə də hansısa kömək lazım olanda, o adam sizə dəstək olmadıqda siz çox pis hiss edəcəksiniz və peşmançılıq hissi sizin çətin vəziyyətinizi biraz da çətinləşdirəcək. Ona görə də elə ən yaxşısı əvvəlcədən nəyisə elədikdə onu qarşılıqsız eləyin və əvəzində heç bir şey də gözləməyin. Bu şəkildə siz özünüzü daha xoşbəxt hiss eləmiş olacaqsınız. Carnegie'nin üçüncü məsləhəti odur ki, heç kimə nifrət eləməyin. Hətta düşməninizə də. Bu ona görədir ki, hansısa şəxsə nifrət elədikdə siz əslində həmin şəxsə ən dəyərli şeylərinizi təmənnasız olaraq hədiyyə eləmiş olursunuz və onu mükafatlandırırsınız. Yuxusuz gecələrlə yuxunuzu, iştahsızlığınızla yeməyinizi, onu fikirləşməklə enerjinizi və vaxtınızı, qan təzyiqinizi və ümumilikdə sağlamlığınızı və ən əsası da xoşbəxtliyinizi onlara hədiyyə edirsiniz. Sizin nifrətiniz düşmənimizə heç bir zərər vermir. O ancaq özünüzə zərər verir. Ona görə də özünüzə eləyəcəyiniz ən böyük yaxşılıqlardan biri bütün nifrət hisslərinizi və kininizi boğmaq və onları məhv eləməkdir. Son olaraq da əgər daha çox videolar hazırlamağımı istəyirsinizsə, sizdən 3 şey eləməyinizi xahiş edirəm. Birincisi, videonu dostlarınızla da paylaşın ki, onlar da faydalansın. İkincisi, YouTube kanalıma abunə olun. Üçüncüsü də ki, YouTube'da videonu bəyənmək düyməsinə basın. Təşəkkür edirəm.